Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hamınızı xoş gördük. Necəsiniz, mənim dəyərlilərim? Əgər zəhmət olmasa, haqqımı halal edirəm sizə. Siz də zəhmətinizi halal eləyin, göz haqqınızı ki, sizə baxırsınız, bəyənirsiniz. Əgər orada plus işarəsi görürsünüzsə, o plusu zəhmət olmasa basın və səhifəmə abunə olun. Artıq sizdən bəyənib, təqib edib və paylaşmağınızı istəyirəm. Həm Instagramda İlham Mirzəyev Official, həm də TikTokda İlham Mirzəyev Official. Ona görə də xahiş edirəm hamınız bəyənin, təqib edin, altından da illərinizi yazın. Çünki balıqları deyirəm, müjdlərlə əlvida. Ondan sonra keçirəm illərə. İllər haqqında geniş məlumat verəcəm, amma balıqlardan sonra əkizlərə elə müjdəli bir xəbərim var ki, əkizlər onu tarixən eşitməyiblər. Əkizlər, izləyin məni. Çünki niyə görə ki, indi balıqlardan sonra əkizlərin ayı gəlir. Ona görə də əkizlər üçün ümumi öz aylarında nələr gözləyir, onları deyəcəm. İndi isə mənim əzizlərim, mənim dəyərlilərim, çox qiymət verdiyim bürclərdən biri balıqlar bürcü altıda doğulanlar. Balıqlar bürcü hardasınız? Biraz yaxın oturun, yaxın. Balıqlar çox gözəl insanlardır. Balıq bürcü altında doğulan insanlar əli açıq, səxavətli, mərfətli, qonaqpərvər və çox insaflı insanlardır. Amma neynəsinlər ki, balıqlar bürcü altında doğulan insanların bu əllərinin duzu yoxdur. Kimə yaxşılıq edirlər, yamanlıq görürlər. Kimə nəsə əl tuturlar, o həmən adamlar onların ayaqlarının altını qazır. Balıqlar bürcü altında doğulan xanımlar çox cazibədar xanımlar olur. Balıqlar bürcü altında doğulan xanımlar gözəl xasiyyətə malik olur, amma dəyişkən xarakterlidirlər. Çünki onlar səliqəni, səhmanı çox sevəndilər. Hətta balıq bürcü altında doğulan kasıb bir xanım olsun, heç nəyə də gücü çatmasa, mütləq evində televizoru, xaladeniki yerinə qoyacaq, xaladeniki divanın yerinə qoyacaq, divanı kreslonu yerinə qoyacaq. Evində də mühiti dəyişir. Həyatında da mühiti dəyişir. Ancaq gözəlliklər istəyir. Ancaq yaraşıqlı istəyir hər şey olsun. İş görürlərsə əllərindən gözəl işlər gəlməlidir. Balıqlar bürcü altında doğulan xanımların bəzilərinin bəxti taleyi gətirməsə də, sevgidən yarımasa da, ümumiyyətlə qədirləri bilinməsə də onlar öz yaxşılıqlarından qalmırlar. Çünki balıqlar bürcü altında doğulan xanımlar əsl xanımdırlar. Onlar xoşlayırlar geyinəndə də, keçinəndə də. Paltar nə rəngdirsə, çanta da o rəng olsun, ayaqqabı da o rəng olsun. Nə bilim, çox belə özlərinə dəyər verən xanım, xatın xanımlar olur. Əgər bir kişinin yanında bir balıq bürcü altında doğulan xanım varsa, o kişi xoşbəxtdir. Amma təəssüflər olsun ki, balıq bürcü altında doğulan xanımlar çoxsu xoşbəxtlikdən uzaq olur. Düzdür, xoşbəxtlik də onları tapır. Ancaq onlar qəlbən tənha olurlar. Qəlbən, yəni sevgi sarıdan qıtlıq çəkirlər. Amma balıq bürcü altında doğulan kişilər çox dost canlı olurlar. Çox qanacaqlı olurlar. Necə deyim, ailə qurduqdan sonra ailələrinə gözəl diqqət olur, amma balıq bürcü altında doğulan kişilər həddindən artıq qısqancı olurlar. Niyə görə qısqancı olur? Çünki balıqlar bürcü altında doğulan kişilərin özləri çox şorgöz olurlar, həddindən artıq çılğın olurlar. Balıqlar bürcü altında doğulan kişinin yanında dünya gözəli qadını, həyat yoldaşı olsa da, bir dənə qadın keçən kimi gözünün altı ilə ona baxacaq. Çünki balıqlar bürcü altında doğulan kişilər suyun altına da girir, üstünə də çıxır. Suyun altına da girir, üstünə də çıxır. Və nə vaxtsa onu su üstündə yaxalasın, balıq kimi sürüşüb çıxacaq əlinin altından. Və onların özünə cəlb etmək qabiliyyəti daha çoxdur, daha genişdir. Amma Allahdan istəyərəm ki, onlar özə balıqlar bürcü altında doğulan insanların, mən deyəcəm nə gözləyir. 12 bürcün içində yeganə bürc balıqlar bürcüdür ki, balıqlar bürcü altında doğulan insanlardan dünya şöhrətli rəssamlar,
Heykeltaraşlar ve musiqişünaslar məhz balıqlar bürcü altında doğulanlardan çıxır. Çünki balıqlara Allah Taala tərəfindən fitri istedad verilir. Hər bir balıq bürcünün öz istedadı var. Kimisi tənbəlliyindən üzə çıxartmır, kimisi də istəmir üzə çıxartsın. Amma onlarda həya var, abır var. Amma zəhmətkeşdirlər, arı kimi çalışqan olur. Həm xanımları, həm bəyləri. Ona görə də balıqlar bürcü altında doğulan insanlar, mən deyirəm də 12 bürcün içində yeganə balıqlar bürcüdür ki, onlardan ən məşhur, çoxsu dünyaca tanınmış heykeltaraşlar, musiqiçilər və ressamlar olur. Çünki sənətə meyilli adamlar olur. Amma çox əzablı, əziyyətli günlər görürlər. Amma onu da deyim ki, balıqlar bürcü altında doğulan insanlar yadınızda saxlayın. İnşallah bu ay heç may ayı ötürdük getdi. İnşallah mən deyən olmasın, Allah deyən olsun. İyun ayının nının 6-cı ayın 20'sindən sonra sizin həyatınızda müjdəli xəbərlər olacaq. Balıqlar bürcü altında doğulan insanların demək olar ki, maddi və mənəvi cəhətdən zənginliyi var. Balıqlar bürcü altında doğulan insanlar istər biznesdə, istər karyerada, istər ev almaqda, istər ev satmaqda, istər sevgidə olduqca bəxti gətirəcək. Balıqlar bürcü altında doğulan bəzi xanımlar var ki, həyat qurublar, alınmayıb. İnşallah ki, sizi sevgi dolu həyat gözləyir. Hətta balıqlar bürcü altında doğulan subay xanımlara və bəylərə demək istəyərdim ki, inşallah Məhərrəmlik ayından sonra sizin qapınız döyüləcək və yaxud da kişilər gedib kiminsə qapısını döyəcəksiniz. İnşallah öz sevginizə qovuşacaqsınız. Və balıqlar bürcü altında doğulan insanlar ailə qurmaqla da nəsil artımı görükür. Onlarda bəzilərində ailəli balıqlar bürcü altında doğulanlarda ailələrində artım gözləyir. Hətta balıqlar bürcü altında doğulan insanların bəziləri, xanımların bəziləri bu günləri qadın həkimlərinə gedir, müalicə olunur. Hətta kişilərin özləri bəziləri müalicə olunur ki, evlada görə 2 ildir, 3 ildir evladları olmur. Hətta bəzilərində çox, amma inşallah ki 2027-ci ilin fevral-mart ayına kimi sizin həyatınızda evlad görükür. Odur ki, narahat olmayın. Hər bir şey öz qaydasında olacaq. Balıqlar bürcü altında doğulan insanlar çox vaxt mənə zəng vururlar, yazırlar ki, hansı aydan hansı aya qədər balıqlar bürcüdür və yaxud da balıqlar bürcü altında doğulanlar kimlərlə ailə qursalar daha xoşbəxt olar. Balıqlar bürcü altında doğulanlar 20'si 2-ci aydan 20'si 3-cü aya qədər. Yəni fevral ayının 20'sindən Mart ayının 20'sine qədər balıqlar bürcü altında doğulanlardır. Və balıqlar bürcü altında doğulanlar kimlərlə ailə qurarsa xoşbəxt və bəxtəvər ola bilər. Balıqlar bürcü altında doğulan insanlar demək olar buğa, xərçəng və oğlaqla nigahları münasib sayılır, uğurlu sayılır. Hələ mən deyərdim ki, balıqlarla da münasib ola bilər, amma əkizlərlə, oxatanlarla, bir də qız bürcü ilə mən uyğun görmürəm. Alınan da olur, amma zülüm çəkərsiniz ona görə də. Ona görə də balıqlar bürcü altında doğulanlar sizə uğurlar arzulayıram. İnşallah iliniz sizə uğurlu, xeyirli, düşərli olacaq və balıqlar bürcü altında doğulanlar sizə Allahdan bol şans arzulayıram. Odur ki, istər xüsusi, özəl, fərdi astroloji proqnozlarınızı bilmək üçün və xüsusi, onlayn və yaxud da üz-üzə psixoloji xidmətdən istifadə eləmək üçün 055 294 00 56 nömrəli telefonla, WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. Və ulduzların vəd etdikləri bura qədər. Ulduzların vəd etdikləri mən sizə söylədim. Amma unutmayın ki, aydan da, ulduzdan da, güneşdən də yüksəkdə yalnız və yalnız ulu tanrı var. Qoy ulu tanrı sizin hamınıza yar olsun. Allah sizi qorusun və Allahdan ürəyinizdən keçən arzulara çatmağı diləyirəm.
Ekranı bəyənənlər təşəkkür edirəm indidən. Təqib atanlar təşəkkür edirəm. Bu səhifə sizə uğur gətirsin. Ay yeni təqibçilər. Ay məni bu paylaşımı paylaşanlar. Ay bunun altından çoxlu komment yazanlar. Ay məni izləyənlər. İstər Instagramım İlham Mirzəyev ofisial, istər də TikTokum. Çünki Instagramda da canlı açacağam, TikTokda da canlı açacağam. Odur ki, məni izləməyi unutmayın. Hələ gözəl illərimiz haqqında məlumatlar olacaq. Allah'a emanet olun.